Forbes jurnalı dünyanın ən varlı insanlarını 40-cı illik qlobal reytinqini açıqlayıb və 2026-cı ildə siyahıya daxil olan Rusiyalı milyarderlərin sayı rekord həddə 155 nəfərə yüksəlib. Yeniavaz.com xəbər verir ki, bu il reytinqə Rusiyadan 14 yeni iş adamı daxil olub. Daha 3 milyarder isə siyahıya geri qayıdıb. Nəticədə Rusiyalı milyarderlərin ümumi sərvəti 696,5 milyard dollara çataraq yeni rekord müəyyən edib. 2026-cı ildə Rusiyalı milyarderlər arasında lider Aleksey Mordashov olub. Severstal şirkətinin həm təsisçisinin sərvəti bir il ərzində 28,6 milyard dollardan 37 milyard dollara yüksəlib. Bu göstərici qlobal reytinq tarixində Rusiyalı biznesmenlər üçün rekord hesab olunur. Mordashovun sərvətinin artımı əsasən onun qızıl mədən aktivlərinin dəyərinin yüksəlməsi ilə əlaqələndirilir. O, Rusiyanın iri qızıl mədən şirkətlərindən biri olan Nordgold-a sahibdir. Son bir ildə qızılın qiymətinin təxminən 80% artması bu aktivlərin dəyərinə ciddi təsir edib. Bundan əlavə milyarderlərin digər şirkəti Lenta perakəndə satış şəbəkəsinin səhmləri də Moscow Exchange-də dollarla hesablandıqda təxminən 2 dəfə bahalaşıb. 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması fonunda Moskva birjasında səhmlərin qiymətləri kəskin ucuzlaşmış və nəticədə Rusiyalı milyarderlərin sayı 88 nəfərə düşmüşdü. Lakin sonrakı illərdə bu göstərici yenidən artmağa başlayıb və artıq 4-cü ildir ki, ardıcıl yüksəlir. 2024-cü ildə qlobal reytinqə 125 Rusiyalı iş adamı daxil edilib. Sonrakı illərdə isə bu rekord ardıcıl şəkildə yenilənərək 2026-cı ildə 155 nəfərə çatıb. Artımın əsas səbəblərindən biri rublun möhkəmlənməsi hesab olunur. Son bir ildə rubl təxminən 16% dəyər qazanıb və bu da milyarderlərin sərvətinin dollar ifadəsində artmasına təsir edib. 2026-cı ildə reytinqə Rusiyadan daxil olan 14 yeni milyarderin yarısı kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərir. Analitiklər bu sahələri hazırda qlobal iqtisadiyyatda ən sabit istiqamətlərdən biri hesab edirlər. Yeni milyarderlər arasında ən varlısı Macarıstan investisiya holdinqi Kafijatın sahibi Ruslan Rahimqulovdur. Onun sərvəti 1,9 milyard dollar qiymətləndirilir. O həmçinin Macarıstanın iri şirkətlərindən olan OTP Bank və MOL qrupda pay sahibidir. Eyni zamanda Arkadi Voloj Rusiya vətəndaşlığından imtina etdikdən sonra reytinqin Rusiya hissəsindən çıxarılıb. Onun yerini isə Yandex layihəsinin ilk proqramçılarından biri olan Vladimir Ivanov tutub. Rusiyanın ən zəngin 20 şəxsi isə bunlar olub.